4 günlük Vətən müharibəsi ilə dünya hərb tarixinə adını qızıl hərflərlə yazdıran, xalqımızın iftixar mənbəyi olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 108 il ötür. 1918-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi qurum olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu qurmasına hüquqi əsas verdi. Şəxsi heyəti 1919-cu ilin sonlarında 25 min nəfər olan Azərbaycan ordusunun 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırılırdı. Təəssüflər olsun ki, 1920-ci il 28 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ordu quruculuğu prosesini başa çatdırmaq mümkün olmadı. Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısına almağa qadir ordu mövcud deyildi. Bu yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Hələ Sovet dönəmində Ulu Öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın milli ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılmışdı. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə bu istiqamətdə məqsədyönlü və qətiyyətli siyasət aparıldı. Nəticədə milli ordu formalaşdırıldı. Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində köklü islahat və kompleks tədbirlər həyata keçirildi. Hərbi qanunvericilik bazası yaradıldı. Şəxsi heyətin peşəkarlığının artırılması, müasir maddi-texniki bazanın formalaşdırılmasına yönəlik təxirəsalınmaz işlər görüldü. Milli ordu quruculuğu modern tələblər çərçivəsində beynəlxalq təcrübələr öyrənilməklə, elmi prinsiplər əsasında aparıldı. Dünyanın aparıcı ordularının standartları nəzərə alınmaqla ordumuzun müasir sistemə inteqrasiyası aparıldı. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, silahlı qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətində davamlı addımlar atıldı. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə regionun ən hazırlıqlı və ən müasir ordusu Azərbaycan ordusudur. Bu uğur aparılan məqsədyönlü siyasətin əyani nəticəsidir. Azərbaycan ordusunun peşəkarlığını, gücünü, maddi-texniki təchizatının ən yüksək səviyyədə olduğunu aprel döyüşləri, Günnüt səfəri, Tovuz əməliyyatı təsdiq etmişdi. Vətən müharibəsi isə onu tamamladı. Azərbaycan ordusu 30 il ərzində işğal altında qalan torpaqlarımızı Vətən müharibəsi ilə azad etdi. Ordumuz Qarabağda tam qələbə qazandı və öz adını tarixə yazdırdı. Bu qələbə ilə ordumuzun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdik. Vətən müharibəsindən sonraki dövrdə də Azərbaycan ordusu müasir silahlarla təchiz olunur. Yeni hərbi hissələr açılır, kadr hazırlığına xüsusi diqqət yetirilir. Türkiyə, Pakistan və digər tərəfdaş ölkələrlə hərbi əməkdaşlıq genişlənir. Ordu sıralarında həm texniki, həm də mənəvi hazırlıq yüksək səviyyədə təmin olunur. Beləliklə, bugün 108 yaşını qeyd edən Azərbaycan ordusu dövlətimizin dayağı, xalqımızın iftixar və qürur mənbəyidir.